bütün canlıların müxtəlifliyidir. O hər hansı Hara getsin? Cümlənin izahını ver. yəni deyir ki, biomüxtəliflik yer kürəsində bitkilər, heyvanlar, göbələk və mikroorqanizmlər kimi bütün canlıların müxtəlifliyidir. Ayşə, biomüxtəliflik sözünün izahını verdi. Bu yer kürəsində, yaşadığımız yer kürəsində bitkilər, bütün canlıların müxtəlifliyidir. heyvanlar, bitki neçə dənə oldu? Bitkilər, mikroorqanizm neçə dənə oldu? 1, 2, bitkilər, 3, 4. Nələrin müxtəlifliyidir? Bitkilər, heyvanlar, göbələklər, mikroorqanizmlər. Bəli, sonra keç o birisi cümləyə. O hər hansı biyomda, ekosistemdə və ya yalnız müəyyən habitatda canlıların müxtəlifliyini göstərmək üçün istifadə olunan vacib anlayışdır. O hər hansı biyomda, ekosistemdə və yalnız müəyyən habitatda canlıların müxtəlifliyini göstərmək üçün istifadə olunan vacib anlayışdır. Bioloji müxtəliflik. O hər hansı biomada. Bioma nədir? Bioma? Bilmirəm. Bioma mən yazıb baxım. Onu işarə qoy, sonra baxarsan. Bioma 1. İşarə qoy, altından xaç çək. Bioma 1. Ekosistem bundan qabaqki dərsdir. Və yalnız müəyyən habitat. Ekosistem bildin mi nədir? Keçsən bundan qabaqki. Şəkilə bax. Bax şəkilə. 30'a bax. Bəli, baxıram. Ekosistemə fikir verirsən, canlı və cansız təbiət hamısı bir yerdədir. Bax, fikir verirsən, burada var. Təbii birlik, bundan qabaq dərsi olub, təbii birlik daxilində orqanizmlər bir-biri ilə onları əhatə edən canlı mühitdə qarşılıqlı əlaqədə yaşayır. Canlı mühitdə. Habitatda orqanizmlərin təbii birlikləri və ətraf mühitin cansız hissəsi. Yəni, ətrafındakı canlılar bir də ona əhatə edən su, torpaq, hava, işıq, bax onlar. Onlara deyirlər ekosistem. Adında qaldı? Bəli. O hər hansı biyomda, ekosistemdə və yalnız müəyyən habitatda canlıların müxtəlifliyini göstərmək üçün istifadə olunan vacib anlayışdır. Söhbət nədən gedir? Bu biomüxtəliflikdən danışır. Başa düşdün? Bəli. Bu anlayışı göstərir ki, bax bunlardır. Onun içindəkilərin hamısı birbirini göstərdi. O həm canlıları müxtəlif göstərmək istifadə olunan vacib anlayışdır. Həmçinin biomüxtəliflik eyni coğrafi ərazidə necə müxtəlif orqanizmlərin yaşadığının ölçüsüdür. Deməli nədir? Bayram nə edir? Həm də eyni coğrafi ərazidə, məsələn, bizdə eyni coğrafi ərazidə biz eyni coğrafi. Burada quş da yaşayır, burada qarışqa da yaşayır, burada göyərçin də yaşayır, burada inək də yaşayır, qoyun da yaşayır, maral da yaşayır. Yəni, burada bir ağac da özümüzə məxsus zeytun ağacı biçir, şam ağacı biçir. Yəni, bu ondan danışır ki, həmçinin biomüxtəliflik adından bilinir ki, biomüxtəlif. Biomüxtəliflik eyni coğrafi ərazidə. Yəni, eyni coğrafi ərazi, biz eyni coğrafi əraziləri keçmişik, yadındadır, tropik, subtropik, nələr olan hansı. Bunlar eyni coğrafi ərazidə necə müxtəlif orqanizmin yaşadığının ölçüsüdür. Yüksək biomüxtəlifliyə malik ərazilərə, yəni ki, yüksək biomüxtəliflik nədir? Yəni, içində say çox olan. Yüksək biomüxtəlifliyə malik olan ərazilərə rütubətli tropik meşələr və mərcan liflərinin olduğu bioaləm aiddir. Fikir verdi mi? Bir nə aiddir? Fikir ver orada. Hansıdır? İşarə qoy. Rütubətli tropik meşələr. Bir də mərcan liflərinin olduğu bioamillər aiddir. Mərcanı gördüm, bax, bu da buradadır. Bu mərcan olan yerdə su altıdır, amma həddən artıq orada müxtəlif çox balıq növləri var. Həddən artıq çoxdur. Bir də açıb mərcan olan yerlərə baxa bilərsən internetdə. Burada çoxlu sayda müxtəlif bitkilər, heyvanlar və mikroorqanizmlərə rast gəlmək olar. Cümlənin açıqlamasıdır. Az biomüxtəlifliyə malik bioamillərə nələr aiddir? Səhralar, qütb ərazilər. Səhralar və qütb ərazilər. Yadında qaldı? Ərazilər aiddir.
Ekvatordan uzaqlaşdıqca, hündürlük artdıqca bioaləmlik azalır. Ekvatordan uzaqlaşanda bir də artdıqca azalır. Sən bunların hamısını mənə bir-bir axşam gələndə təhvil verərsən. Dərsimiz var. Gedərsən orada tənəffüsdə bir 5 dəqiqə vaxtınsa, varsa bunu vərəqə yazarsan. Mənə dəftər, biologiya dəftəri tut, onun içində mənə gətir. Yaxşı. Mən biologiya dərsini yazıram. Nə deyirsən? Biologiya dərsini yazıram. Nə arası? Biologiya dərsini yazıram. Yazarsan? Mən bunları yazıram. Bəli, Yaz, yazaram. mənə dəxli yoxdur. Müəllim ilə gedən kimi səni qaldırmayacaq ki. Sən yaz yenə. Deməli, burada nədən danışdıq? Deməli, müxtəlifliyin nəyindən danışdıq? Birinci, bu tərəfə gələk 92-ci ilə qədər ondan sonra. Deyir ki, ekvatordan uzaqlaşdıqca, hündürlük artdıqca biomüxtəliflik azalır. Az sayda bitkilər yüksək hündürlükdə yaşamaq üçün uyğunlaşmışdır. Bu heyvanların yaşayış yeri müxtəlifliyini məhdudlaşdırır. Yəni, bitkilərin geniş olduğu ərazidə heyvanlar da çox olur. Bəli. Deməli, biz biomüxtəlifliyin nəyindən danışdıq? Biomüxtəliflik özü nə deməkdir? Yer kürəsində bitki, heyvan, köbələk və bir də mikroorqanizmlər. 4 dənəsinin, bütün bunların canlıların müxtəlifliyidir. O, hər hansı bioma, ekosistemə və yalnız müəyyən habitatı, bioma yəqin ekosistemdən böyükdür. Biomada. Bioma nədir? Bax, gör oraya bir dənə bax. Bioma bax, gör nə göstərir. Bunu biz izahsız keçməyik. Biomalar şeydir. Burada var keçmişik. Bundan qabaqki dərsin başlanıdır. Biomalar bilirsən nədir? Keçmə. Burada var getmə. Biomandan qabaqki dərsə bax 32-nin aşağı kinə bu gün təzə keçilir. Biom müəyyən iqlimi olan bitki və heyvanların yaşadığı ərazilərdir. Rəhlərə fikir verirsən 32-də. Şəkil. Yəni oranın həm bitkisi, bitki aləmi, həm də mikroorqanizmi, heyvan aləmi eynidir. Başa düşdün? Orada o zonada hamısı ceyran yaşayır, orada hamısı cüyür yaşayır, Antarktidada hamısı ağayı yaşayır, orada hansı bitki bitir ondan danışır. Buna deyirlər biom. Başa düşdün? Bu da deyir ki, o hər hansı biomda, ekosistemdə və yalnız müəyyən habitatda, ekosistem də bilsən nədir? Biomda ekosistem, oradakı həm canlı, həm də cansız olan uyğunlaşmalar. Ekosistem məsələ səhradır. Oraya səhranın özünü qumsallıqdır, istiliyi var, susuzluğu azdır, heyvanlar da özünə məxsusdur. Buna deyirlər bir ekosistem. Başa düşdün mü? Oradakı bitkilərlə, heyvanlar, oradakı canlı ilə cansız aləmdir. Başa düşdün mü? Ekosistem odur. Bu da deyir ki, hər hansı biomda, yəni ki, o yaşayış zolağındakı canlı və cansız nə varsa o da uyğun zolaqda. Ekosistem də oradakı bioma cansız yoxdur içində. Biomanın içində cansızlar yoxdur. Eləcə bitki canlılardır. Uyğun canlılar, uyğun canlılar. Amma ekosistemdə həm cansızı var, həm də canlısı var. Başa düşdün? Orada bir də habitat. Habitat da yaşayış məskənidir. Olduğu məskən. Ətrafı yaşadığı mühit. Habitatda canlıların müxtəlifini göstərmək üçün istifadə olunan vacib amillər olmuşdur. Bu biomüxtəliflik bunların hamısının içində bir açıqlaması verilir. Birinci nədir? Bitki, heyvan, köbələklər və mikroorqanizmlar kimi canlıların müxtəlifliyini bir yer kürəsində göstərir. Ondan sonra da onların bir biomda, ekosistemdə və yaşayış məskənində müxtəlifliyini də göstərmək üçün istifadə olunur. Həmçinin biomüxtəliflik eyni coğrafi ərazidə necə müxtəlif orqanizmlərin yaşadığını ölçüsüdür. Başa düşdün? Bio canlı deməkdir də. Yəni o canlıda özünə məxsus bitki də var, özünə məxsus heyvanlar da var. Bunu göstərir. Sonra yüksək malik ərazilərdə deməli yüksək biomüxtəliflik hardadır? Yüksək biomüxtəliflik. Bax ora. 1. Rütubətli tropik meşələrdə mərcan riflərində olduğu. Mərcan olan yer, suyun altında. Orada çox olur. Sonra get orada baxarsan, internetdə rütubətli tropik meşələrdə bax, mərcan riflərinə də bax. Bunlara aiddir. Burada çoxlu sayda bitkilər və
heyvanlar, mikroorqanizmlərə rast gəlmək olur. Az biomüxtəliflik hardadır? Səhralar və Səhralar, qütb əraziləri. Və ha, qütb əraziləri. 1, 2 də qütb əraziləri 2. Və biomüxtəlifliyin güclü olduğu yerini göstərdik, zəif olan yerlərini göstərdik. Sonra ekvatordan uzaqlaşdıqca biomüxtəliflik azalır. Ekvatorda qütblərə doğru getdikcə. Bir də hündürlüyə qalxdıqca da azalır. Çünki orada yaşıllıq azaldığı üçün heyvan aləmi də azalır. Başa düşdün? Bəli. Başa düşdün mü? Bəli. Biomüxtəlifliyin Bəli. özünü danışdıq, sahələrini danışdıq. Bitkilər, Biomüxtəlifliyin heyvanlar, mikroorqanizmlər. harda çox olduğunu danışdıq, harda az olduğunu danışdıq. Sistemi böldük. Başa düşdün? Bəli. Sonra buradan nə danışdıq? Burada gətirib nədir var? Rütubətli meşələri götürüb, iynə yarpaqları götürüb, iynə yarpaqlı meşələr. Bu nədir? Arktik və tundrası, buzluq və qar örtüsü. Buzlaq və qar örtüsü. Gəldikcə yaşıllıqlar azalır. Görürsən? Rütubətli tropik Bəli. meşələr. Sonra enli yarpaqlı mülayim meşə, iynə yarpaqlı meşə, sonra Arktik və Alp tundrası və də buzluq. Bunların hamısında fikir verirsən, bitən bitkiləri göstərir. Azalır. Getdikcə azalır. Yaşayış azalır heyvanlar. Ekvatordan qütblərə doğru coğrafi en dairəsinin artması. Bura nədir? Dəniz səviyyəsində hündürlüyün artması. Sonra burada nədən danışdım? 1992-ci ildə Rio de Janeiro'da imzalanmış beynəlxalq müqaviləyə müəyyən edildiyi kimi biomüxtəliflik 3 səviyyədə nəzərdən keçirilir. Birinci, eyni ərazidə yaşayan müxtəlif növlər. 1. Hər bir növ daxilində genetik müxtəliflik. 3-cü, ərazidə mövcud olan müxtəlif ekosistemlər və habitatlar. Deməli, birinci nədir? Eyni ərazidə yaşayan müxtəlif növlər. Hər bir növ daxilində genetik müxtəlifliklər. Deməli, hər bir növ hər bir növ daxilində genetik müxtəliflik. Növlərin daxilində genetik müxtəliflik. Bir də ərazidə mövcud olan müxtəlif ekosistemlər və habitatlar. Ekosistemlər də ola bilirsən nədir? Habitat da yaşayış məskənidir. Bunlarla nəzərdən keçirmək deməli, Rio de Janeiro'da imzalanmış beynəlxalq müqavilədə müəyyən edildiyi kimi biomüxtəlif 3 səviyyədə nəzərdən keçirilir. Biomüxtəlifliyə bu 3 səviyyədə nəzərdən keçirilər, analiz aparılır. Canlıların təsnifatında ən kiçik qrup növlərdir. Ən kiçik qrup növlərdir. Altından xətt çək. 1. Növ anlayışının müxtəlif formalarda təsir etmək mümkündür. Adətən ən çox istifadə olunan tərifi isə belədir. Növ çoxala bilən nəsillər əmələ gətirmək üçün bir-biri ilə sərbəst cütləşən oxşar canlılar qrupudur. Başa düşdün? Ay sağ ol. Yəni nəsil artıra biləndir. Növ çoxala bilən. Ay sağ ol. Məsələn, eşəklə, bu da nəysə bunu oxuyarsan, bu qatırdan danışır, bu qatırda artım yoxdur. Məsələn, kəpənək və zəncirotunun müxtəlif növlərinə rast gəlinir. Bir növün fərdləri adətən təbii olaraq digər növün fərdləri ilə cütləşib çoxala bilən nəsillər əmələ gətirə bilər. Deməli, bu nədən dedi? Bir növün fərdləri adətən təbii olaraq digər növün fərdləri ilə çoxalıb, yəni, məsələ, bir çiçəyin başqa-başqa növləri var. Onlar da tozlaşmada, indi 6-cı sinifdə qadistə tezdən keçəcəyəm. Onlar da tozlaşmada təzdən bir-birindən tozlaşa bilərlər. Bu davamı artıra bilərlər. Bunun növdə belə xüsusiyyətləri də var. Sonra nə deyir? Növ müxtəlifliyi. Növ müxtəlifliyi nə deməkdir? Oxu görüm, amma yavaş-yavaş ardıcıl oxu. Müəyyən bir ərazilərin növləri müxtəlifliyidir. Məsələn, 20 quş növü və 5 kərtənkələ növü olan bir ada 20 quş növü olan, lakin kərtənkələ olmayan adadan daha çox növ müxtəlifliyinə malikdir. Nə deməkdir? Tələsmə görə. Növ müxtəlifi. Gəldik, çıxdıq növ müxtəlifliyinə. Müəyyən bir ərazidə növlərin müxtəlifliyidir. Növ müxtəlifliyi. Məsələn, 20 quş növü və 5 kərtənkələ növü olan bir ada 20 quş növü olan, lakin kərtənkələ olmayan adadan daha çox növ müxtəlifliyinə malikdir. Nə deməkdir? Cümləni başlasın. Məsələn, 20 quş növü və 5 kərtənkələ növü olan adadan 20 quş növü olan, yəni burada 20 quş növü olanlar 20 quş
Mən bir adada orada mənim nəsillərin sayını artıra bilərlər. Amma mənim kərtənkələ olmayan bir adada mənim kərtənkələ olan adayla heç Qardaş, bir qulaq nəslini as artıra da. bilmir. 20 dənə quşun növü var, 5 dənə də kərtənkələnin növü var. Başa düşdünmü? Bir də bir adada 20 dənə quşun növü var. Sözsüz ki, 20 dənə quş növü olan, 5 dənə kərtənkələ növü olan ada o birisindən daha çox növ müxtəlifliyi var. Başa düşdün? Bəli. Burada deyir ki, məsələn 20 quş növü və 5 kərtənkələ növü olan bir ada 20 quş növü olan, lakin kərtənkələ növü olmayan adadan daha çox növ müxtəlifliyindən var. Başa düşdünmü? 20 üstə gələk 5, 25 dənə növlər var. Cəm şəkildə aparır bu cəm. Quşların növü üstə gələk kərtənkələrin bərabər də 25. Deməli burada 25 dənə növlər var. Bu daha müxtəlifdir. Sonra gəldi nə dedi? Genetik müxtəlifliklər. İndi bu növ müxtəlifdir. Bir də genetik söhbət müxtəliflikdən gedir. Genetik müxtəlifliyin növlər arasındakı fərqlərlə yanaşı eyni növün fərqləri də daxilindəki müxtəlifliyi və dəyişiklikləri ifadə edir. Deyir ki, nə deyir? Genetik müxtəliflik növlər arasındakı fərqlərlə yanaşı eyni növün fərqləri daxilində də müxtəlifliyi və dəyişikliyi ifadə edir. Deyir ki, yəni bunun içində növün içində müxtəliflik var. O müxtəlifliyin içində də müxtəliflik var. Başa düşdünmü? Bax, fikir verirsən, buna bax. Yuxarıdakının qanadı sarıdır. Fikir verirsən. O qanadın eləsi var, qanad sarı ortasındadır. Fikir verdin? Eləsi var, bax, belə çıtqı-çıtqı. Bax, bu kəpənəkdə qanad ortadadır. Amma burada aşağıda qəhvəyi rəng yoxdur. Gördün ortada. Aşağıdakı nədir? Tamamilə qəhvəyidir. Yəni ki, bu genetik müxtəliflik bu nədir? Növlərin içindəki fərqliliyin içində də fərqliliklər var. Başa düşdün? Sonra növün dedi fərqləri arasındakı bütün fərqlərin səbəbi onların müxtəlif genlərə malik olmasıdır. Bu nə əsaslanır? Genlərin müxtəlifliyindən, genetikadakı müxtəlifliklərlə. Orqanizmlərin sahib olduqları əlamət və xassələrin əksəriyyəti genlər vasitəsilə nəsillərdən nəsillərə ötürülür. Başa düşdün? Gen nə deməkdir? Gen bir orada kompüter sistemidir, yazılı. DNT-də. Nəsildən nəsil ötürür. Niyə kərtənkələnin balası kərtənkələ olur? Niyə nəyin balası niyə olur? Hamısı genetikada oturulub, atadan anadan o keçəndə orada yeni gələn ki, orada bala var. O balanın genetikasında hamısı oturulur. Ona görə də o nədirsə o da gedir. Orqanizmlərin sahib olduqları əlamət xassələrinin əksəriyyəti genlər vasitəsilə bir nəsildən başqa nəsilə ötürülür. Bəzi əlamətlərdəki müxtəliflik mühüm əlamətlərdən asılıdır. Məsələn, iki ağac bitkisi eyni genlərə sahib ola bilər. Bununla belə biri daha çox su və işıq aldığı üçün digərdən daha yaxşı inkişaf edə bilər. Başa düşdünmü? Yəni baxırsan ki, bir ağac o birisindən fərqlənir. Niyə görə? Birində pastanın üstü verirsən, işığın ağzındadır. Biri də baxımsızlıq zəif. Başa düşdün? Bu genetik müxtəliflərin təsir edən amillərdir. Gözün qabağını kəpənəyə gətir. Genetik müxtəliflik nədir? Növlərin içindəki dəyişikliyin içindəki dəyişikliklər, olan da içində dəyişikliklər var. Görürsən, bu iki kəpənək bir-birindən fərqləndi. Şəkillərə bax, yuxarıdakı kəpənəklər. Aşağıdakılar da tamamilə fərqləndi. Başa düşdün? 36. Gəldi yox. Mən baxıram müəllim. Biri daha çox su və biri bunu dedik, ağacların fərqini dedik. İndi yazdıq biosistemin müxtəlifliyi. Oxu onu. Müəyyən bir coğrafi ərazidəki ekosistemlərin müxtəlifliyidir. Bundan əlavə o habitatların və təbii bildiklərin müxtəlifliyidir. Burada mövcud olan abiotik amillərdə fərqlilik göstərir. Deyir ki, ekosistemin müxtəlifliyi. Ekosistem bildikdə bayaq nədir? Ekosistem bir hansısa böyük bir ərazidə olan o canlıların arasındakı əlaqələrdir. Fikir verdin ekosistemlər. Ekosistemlər nədir? Göstərdi bax. Ekosistem canlı da var, cansız da var. Günəş var, bulut var, yağış var, su var, torpaq var, bitki var, heyvan var. Ekosistem o deməkdir. Ekosistemin müxtəlifliyi müəyyən bir coğrafi ərazidə ekosistemlərin müxtəlifliyidir. Hər hansı bir ərazidəki o ekosistemin müxtəlifliyidir. Söhbət ekosistemin müxtəlifliyindən gedir. Bundan əlavə o habitatların, habitat nədir?
Təbiət mənim şeydir, mənim təbiətdir. Sən təbiətinə nəmət. Yaşayış məskənidir. Mənim yaşayış məskənim buradır, Habibatım buradır. Ağayının Habibatı haradır? Mən Ağayının mənim qütb. Hələn öz yeri yaşayış məskənidir. Bundan əlavə Habibatın və təbii bitkilərin müxtəlifliyidir. Burada mövcud olan bunun bitki müxtəlifliyidir. Burada mövcud olan abiotik amillərdəki fərqləri göstərir. Ekosistem müxtəlifliyi həm quru, həm də su deməli. Burada mövcud olan abiotik amillərdəki fərqləri göstərir. Ekosistemin müxtəlifliyi həm quru, həm də ekosistemlərin bioamilləri də nəzərdə tutulur. Ekosistemin müxtəlifliyi nəyi nəzərdə tutulur? 1. Oraya yaz, qurunun yanına yaz 1, altından da xətt çək birləşdir. Həm də ki, həm quru 1, həm də su ekosistemlərin və bioamillərin nəzərdə tutur. Başa düşdüm? 2 yerə böldüm. Bir quru, bir də su. Həm quru, həm də su. Oradakı bioamillərin nəzərdə tutur. Başa düşdün? Bəli. Ekosistemin müxtəlifliyi deyəndə nələri nəzərdə tutdu? Mənim ekosistemim həm quru, həm də su. Suyun nəyini? Mən su ekosistem biyomlarda nəzərdə tutulur. Biyomları nəzərdə. Cümlənin şəkilçilərini yeməz. Cümlənin şəkilçiləri taleyini həll edir o cümlənin. Ekosistemin müxtəlifliyindən danışır. Ekosistemin müxtəlifliyi nə deməkdir? Həm quruda, həm quru, həm də su ekosistemlərinin hər ikisini, ekosistemin özünü və bioamilləri nəzərdə tutur. Ekosistem budur. Səhifə 30-da. Səhifə 30-da axırıncı. Buna bax. Bəli, bunu tutur. Bir də nəyi tutur? Oxu cümləni axıra qədər. Bir də biyomlarda nəzərdə tutulur. Biyomun şəkli hansıdır? 32. Biyom şəkli mənim deyə burada xəritədir. Bax, o xəritəni nəzərdə tutur. Başa düşdün mü? Həm o ekosistemlərin özünü, quru ekosistemi, həm də su ekosistemi, quru ekosistemi, bir də bioamil. Adında qaldı mı? İki şəklin ikisini də birləşdirirsən, o iki şəklin ikisinin də birləşməsi sənə ekosistemin müxtəlifliyini verdi. Başa düşdün? Şəkillə yadında saxla. Hər bir ekosistem digər ekosistemlə əlaqəli olduğuna görə baş verən hər hansı bir dəyişiklik digər ekosistemlərə də öz təsirini göstərir. Yəni bütün ekosistemlər müxtəlif olmağına baxmır. Bir-birindən qarşılıqlı əlaqədədir. Birinə bir təsir olanda o birisinə də təsirini göstərir. Demək biz buraya qədər nə öyrəndik? Və biyom müxtəliflikləri, növ müxtəliflikləri, genetik müxtəliflikləri, ekosistemin müxtəlifliyini Biyom müxtəlifləri gözün qabağına gətirirsən. Biyom müxtəlif nə deməkdir? O biyom müxtəlif nədən danışdıq? O 4 cür canlılardan danışdıq. Bitkilər, heyvanlar, göbələklər və mikroorqanizmlər. Sağ ol. Bunlara nələr təsir edir? Onları danışırsan. Ən yüksəyi hardadır? Oradan danışırsan. Rütubətli tropik meşələr, bir də mərcan liflərinin olduğu yer. Ən az biyom müxtəliflər isə səhralar və qütb əraziləri. Az olduqları yerləri göstərirsən. Bir də ki, nəyi göstərirsən? Hündürlükləri göstərirsən. Ondan gəldin burada 92-ci ildə orada nələrdən danışdıq? Rio de Janeiro'da nələrdən danışdıq? Biz almış biyomüxtəliflikdən danışdıq ki, bu biyomüxtəliflik 3 yerə böldülər. Eyni ərazidə yaşayan müxtəlif növlər, hər bir növ daxilində genetik müxtəliflik, ərazidə mövcud olan müxtəlif ekosistemlər və habitatlar. Bundan geçdik. Deməli, növlər haqqında danışdıq ki, növlərin tərifini çoxala bilən, nəticələr əmələ gətirən və bir-biri ilə sərbəst cütləşən oxşar canlılardır. Yəni, bunlar nəsli davam elətdirənlərdir. Bu növ buradan gəldi, çıxdı. Bu niyə belə oldu? Bu buradan gəldi, çıxdı. Sonra nədən danışdıq? Gəldik, növ müxtəlifliyindən danışdıq. Yəni, dedik ki, bir adada 5 dənə kərtənkələ, 20 dənə quş növü varsa, təkcə 20 dənə olanlar daha çoxdur.
Başa düşdün? Bəli, Hansında 25 növ növ. daha Bu burada çoxdur? 25 növ var. Aysa. Sonra kəpənəklərdən danışdıq. Kəpənəklərin o növ müxtəlifliyi idi. Dərsin birinin başlanğıcı biomüxtəliflik idi. Biomüxtəliflik dedik, sonra növ müxtəlifliyindən danışdıq, sonra genetik müxtəliflikdən danışdıq. Yəni növlərin özləri fərqlənir, o fərqlənənlərin özləri də bir-birindən fərqlənir. Bu da onların genetikasından bağlıdır. Bundan danışdıq. Sonra özləri bir-birinə fərqlənməyi də məsələn ağacdan danışdıq. İşığın altında, suda çox olanda yaxşı inkişaf edir, bu birisi olanda zəif olur. Bu növlərin özü də bəzən bir-birindən fərqlənirlər. Başa düşdün? O baxımdan danışdıq. Sonra ekosistemin müxtəlifliyindən danışdıq. O ekosistemin müxtəlifliyi də nədən asılıdır? Həm Müəyyən quruda, bir həm də suda, həm ərazilərdən biomoqrafiyada. asılıdır. Təbiətin o bu hissələri gəlirsən və deyirsən ki, onu bölürsən iki yerə. Həm quru, həm su ekosistemləri, bir də ki, oradakı Və ona aid olan biomoqrafiya. bio amillərdən danışır. Hər bir ekosistem digər ekosistemlə əlaqədardır. Hamısı bir-birindən əlaqədardır. Təbiətdə biomüxtəlifliyin öyrənilməsi nə demək? Deyir ki, müxtəlif təbiətdə hansı canlı orqanizmlərin nə qədər olduğunu bilmək istəyirsinizsə, onların hamısını saymaq mümkün deyil. Yəni bir təbiətdə yaşayış bir məskənində canlı orqanizmlərin nə qədər olduğunu bilmək mümkün deyil. Hansı sayına qədərini bilmək olmur. Bunun əvəzinə populyasiyanın nümunə adlanan daha kiçik bir sahədə canlıları saymaq ideal üsullardan biridir. Ona bax fikir versən nə edir? Gəlir bəlli bir yeri götürür, orada sayır. Bəli. Başa düşdün? Buna deyirlər nümunə. Ya populyasiya ya nümunə. Nümunə adlanan daha kiçik bir sahəsindən canlının saymaq üstün ideal sahələrdən biridir. Bu məqsədlə bitkinin və ya ilbizlər kimi az hərəkətli heyvanların müxtəlifliyini öyrənmək üçün kvadrat adlanan nümunə götürülür. Kvadrat adətən metal, taxta və plastdan hazırlanır. İstifadə etdiyimiz kvadratın ölçüsü nümunə götürülən populyasiyadakı fərqlərin ölçüsündən asılıdır. Kvadratın ölçüsü nümunə götürülən populyasiyanın fərdlərinin ölçüsündən asılıdır. Məsələn, məktəb bağçasında bitən bitkiləri saymaq üçün tərəflər 0,5-1 metr uzunluğunda kvadratdan istifadə olunur. Başa düşdün? Yəni hərənin özünə görə ölçü cihazı götürülür. Başa düşdün nə deməkdir? Bəli, başa düşdüm. Yəni ümumi ərazini saya bilməzsən. Bəlli bir taxtadan kvadratdan ölçü götürüb orada sayırsan ki, nə qədər. Başa düşdün? Bəli. Sonra bioaləmliyin müxtəlifliyinə keçək. Görək biomüxtəlifliyin əhəmiyyəti nədir? Ekosistemlərdəki dəyişikliklər orada yaşayan orqanizmlər üçün çox böyük nəticələrə səbəb ola bilər. Söhbət ekosistemdəki dəyişikliklərdən gedir. Bəzən orqanizmlər bu dəyişikliklərə uyğunlaşa bilmir. Onlar başqa qida mənbələri və ya sığınacaqlar tapa bilərlər. Başqa yerə köç edə bilərlər. Eşitdim, söhbət nədən gedir? Bəzi orqanizmlər başqa yerlərə gedə bilir. Köç edə bilir. Bəli. Əksər təqdirdə onları qorumaq üçün tədbirlər görülsə də bu canlıların sayı azalmaq və nəsli kəsmək təhlükəsi ilə üzləşir. Hər hansı canlının itirilməsi biomüxtəlifliyə və yerdəki həyatın böyük müxtəlifliyinə pis təsir göstərir. Ona görə də bu müxtəlif təbiətlərdə yaşayan insanların həyatı üçün çox qiymətli olan bitki və heyvanların mühafizə etmək lazımdır. Çünki bir çox dərman və digər məhsul müxtəlif bitki, heyvan və mikroorqanizmdən əldə edilir. Onlar həmçinin insanların qida və xammal kimi resurslarına da təmin edilir. Bunu başa düşdüyümdə əhəmiyyətli, onu qorumaq lazım. Bəli. Başa düşdün? Bəli, başa düşdüm. Dərslərin başlanğıcı nə idi? Mən biomüxtəliflik dərsin başlanğıcı. Bir adında qaldı nələrdən danışacaqsan. Sonraki nə idi? Bitkilər, heyvanlar, təbiətlər mən deyim hamısını, yoxsa? Vaxtına görə deyirəm, vaxtın gecikərsən. Mən keçib bəli mən vaxtını. Onda gecikirsən, tamam. Növ müxtəlifliyi mənə yazıb gətirərsən dərsdən. Yaxşı, vərəqə, bir dənə dəftərinə aid, biologiya dəftərində yazıb gətirərsən. Sağ ol. Yaxşı, sağ ol.